Salam ərz eləyəm əziz dostlara. Bir dənə qədimi kəndin məhvətəsindəyəm. Və bu kəndin üst qismətində bir dənə gözəl iş siz üçün göstərəcəyəm. Bizim qədimi kəndimiz. Və bu qismət bir qədimi yol imiş. Yolun asarı kamilən müşəxxəsdir. Bu Şişlidə bir dənə gözəl səxrəvarımızdır. İndi çıxacağım üst qismətə sarı. Ta o gözəl işi siz üçün göstərəm. Bu bizim səxrəmiz. Səxrənin cinsi kollan rusubudur. Və əgər müşahidə eləsəz, görəcəksiniz ki, səxrənin altında bir gözəl ağzı qapaqlı vuruduvarımızdır. Fövqəladə gözəl bir vurududur. Bir hilali Şişlidə vurudu ki, ağzı kollan bir sıra daşlarına məsdud olunubdur. Behtərin yolu ki, təşxis ver yox, bu bizim üçün vurududur. Odur ki, bu qismətin daşları kollu səxrə ilə mütəfavitdir. Səxrənin cinsinə baxız. İndi bu daşların cinsinə baxız. Pəs müşəxxəsdir ki, bu daşları Allahi nöqtədən bura gətiriblər. Və bu daşlar kamilən qərib daşdır. Təqribən yekə bir vurududur. Bu gözəlliyə, bu əndazədə vurudular. Əksərən məbədin vurudular yol eylər. Yəni məbədin girişi bu qismətdən olaymış və səxrənin içində bizim məbədimiz olaymış. İndi niyə qədimki məbədlərin ağzını qapaqlı eləymişlər? Vaxtı ərəblər İrana həmlə elədi və dinə İslami göstəriş verdilər. Bizim əcdadımız, yəni Zərtoşdular və Mehrpərəstlər müqəddəs məkanların, bəray misal məbədləri və mehrabələri ağzını qapaqlı elədilər. Ta bu Şişlidə müqəddəs əmakinlər həmçinin gizlinin qalsın. Səxrənin cinsinə baxız. Bu cinsidə daşlara kongolomera deyərlər. Kongolomera, yəni o daşlar və səxrələr ki, vaxtında çalğın daşlar vardı. Kollan rusubi daşdır. Bəli, əgər baxsız, görəcəksiniz ki, bu qismət kollu səxriyə nisbət mütəfavitdir. Bir yekə daş burada varımızdır. Bir dənə də uzunu burada. Bunun qapağın hilali Şişlidə məsdud eləyiblər. Və cəlib odur ki, vurudunun qırağında bir havakeş varımızdır. Bu bizim havakeşimiz ki, bu da torpağın altında gizliymiş. Bir miqdar buranı qazıblar. Dərhəddə 70 sant hududunda. Və bilinək ki, bu qismətlər torpağın altında gizliymişlər. Hətta o havakeşimiz Vəli Dərbuşun bu qisməti deyə bilirəm ki, o qismətdən yuxarısı görsənəymiş. Əksərən yekə işlərə təsbit nişanə qoymaymışlar. Və bu suraq sonmələri ki, müşahidə edirsiniz. Bunlar da təbii alətdə əmələ gəliblər. Bunları coğanından iştibat tutmayız. Çün vaxtı səxrənin içində bir cür zərrat olsa, bunlar mərur zamanda yağışın suyundan tərkib kimyayı verirlər
və yavaş-yavaş bunlar daşın içindən oyleylər. Və bahis ola ki, daşın içi bu şişlidə çalı ola. Bir də dostlar, bunları coğanla iştiba tutaylar. Bunların heç birisi coğan deyil. Bizim heç quluna təsbiti nişana yoxumuzdur. Çün Niyazi də yox imiş təsbiti nişana quvalar. Kəndin adamları mütməinnən bu nöqtəni qədim zaman rahatçılığı ilə yadlarında saxlaymışlar. Ta əgər bir zaman istəsələr yenə də məbədin qapısını açalar, rahatçılığı ilə təşxis verə biləymişlər. Vəli əgər bu cür şəraitdə tizbin olsuz, hətta təsbiti nişanı da olmasa, rahatçılığı ilə bu cür girişləri təşxis verə bilərsiniz. Girişin içərisinə baxız. Bu qismətlər kollan qərədir. Diqqət eləyiz. Girişin içəri qisməti qərə rəngidədir. Qədim zaman memarlar vaxtı istəymişlər səhrəni təraş verələr və səhrənin içində sazə cürriyalar. Bərayinki rahatlar səhrəni yontalayalar. Səy eləmişlər ki, səhrələrin altında ot qalayalar. Vaxtı otun istisi və şoləsi səxriyə dəysə, səhrənin vaxtı zəiflər olay və çəqqoş qələm ilə rahatçılıq ilə sınay və yontulay. Pəs əksəri memarlar bu cür işləri cürriyanda səhrədə ot qalaymışlar. Ta rahatlar səhrəni yontalar. Və bu qərələrdə tüstüyün qərəsidir. Pəs mütməinnən bu daşın dalı bir tuneldir. Daşın bu qismətində partladıblar. Buna yekə mətə vurublar və daşı ayırıblar. Bu qismətləri də bir miqdar qazıblar. Vəli işin ağır olduğuna görə işi axıra yetirə bilməyiblər və vurudunu yaça bilməyiblər. Bu cür işlər çətin işlərdəndirlər. Görsənək ki, məbədin içində qəşəng mallar olay. Məbədlərin içində taxtçalar olay və bu taxtçaların içində anvay zərri mücəssəmələr qoymuşlar. Mücəssəmələri ki, İzzət şiklindəymişlər. İzzət Emir, İzzət Anayta və Allahi İzzətləri ki, bizim əcdadımızın yanında moridi ehtiram imişlər. Pəs bu qismətin cinsi ətrafa nisbət mütəfavitdir və bir gözəl şişlidə hilali vurudi varımızdır və mütməinnəm ki, bu vurudi bir ba ərziş məbədin vurudusudur. Bu da bir gözəl iş idi ki, xidmət üzə göstərdim. Yenə də gələn videoda görüşərik. Ya həq!